Uzun bir aradan sonra hər kəsi salamlayıram. Necəsiniz dəyərli gözəl izləyicilər, gözəl xanımlar? Xanımlar, artıq çoxdandır ki, yəni bir neçə müddətdir ki, YouTube-da yoxam. Bu da ondan dolayıdır ki, artıq motivasiyam düşüb. Video falan çəkmək istəmirəm. Çünki xanımlar, abunəçi sayı çoxalmadı, izlənmə çoxalmadı, videolarım o qədər də izlənmədi. Ona görə də motivasiyadan, yəni ruh əksikliyi yaşadım, motivasiyadan düşdüm və çəkmək istəmədim. Artıq ən son videomu may ayında paylaşmışdım. Maydan bu tərəfə video falan çəkməmişəm. Hardasa bir ay bundan öncə video çəkmişdim. Türkiyədən sifarişlərim var idi. Trendyoldan kremlər falan sifariş vermişdim. Cilt bakım ürünləri. Onları çəkmişdim. O da xanımlar necə oldusa silindi, telefonumdan silindi və paylaşa bilmədim. Editləmədim, həvəsim olmadı. Uzun müddət qaldı telefonumda və nəysə telefonum yaddaşını təmizləyəndə sildim. Bilmədən sildim. İndi o ürünləri, o cilt bakım ürünlərini çəkib ayrıca bir video paylaşacağım. Yəni sınamışam. Məhsulların keyfiyyəti barədə video paylaşacağım. Belə xanımlar. Bu kargoya gəldikdə isə bu mənim Temudan olan sifarişlərimdir xanımlar. Artıq 3 həftə bundan öncə sifariş vermişəm və 3 həftəyə nəhayət ki gəldi. Ayın 4-ü oğlumun ad günüdür. Onun üçün bir-iki şey sifariş vermişdim. Qorxurdum ki, yəni ayın 4-ünə gəlməsin, çatmasın, amma bugün ayın 28-idir və bugün gəldi. Bir saat olar ki gəldi. Tez çəkib sizinlə də bölüşmək istədim. Yəni bu məhsullar bütünlüklə 10 ədəd 10 parçadır. Onu da ad gününə aiddir, onu deyim. Ad günü konsepti. Belə xanımlar, amma çox gec gəldi. Yəni bundan öncə 2-3 dəfə sifariş vermişdim. Onlar buna baxanda biraz tez gəlmişlər. Sadəcə bu nədənsə çox gec gəldi. Mənə narahat edirdi ki, gəlib çıxmayacaq. Aprelin 4-ündən sonra gələcək. Ondan çox qorxurdum. Şükür ki, vaxtında gəldi, çatdı. İndi xanımlar açaq görək sifarişlərimiz necə gəlib və nələr var içində. Xanımlar, ilk öncə qəlbimiz çıxır. Bunu necə söyləyim, kurabiyə üçün almışam. Güya ki, kurabiyə qəlbidir. İndi ya kurabiyə, ya sulu keks deyək də belə, yəni onun qəlbinə bənzəyir. Belə baxsaz, dinozavr şəklindədir. Konseptim, ad günü konseptim odur ki, dinozavr olacaq. Yəni hər şey dinozavr olacaq. Ona görə də bu qəlibdən aldım ki, bəlkə kek falan eləyərəm, ya kurabiyə falan da, yəni yerləşsə buna. Kurabiyə falan hazırlayaram. Bu da yəni maraqlı bir konsept alınır bundan. Daha sonra xanımlar, ikinci baxaq bu nədir? Xanımlar, bu da ki, interaktiv bir kitabdır uşaqlar üçün. Mənim böyük oğlumda biraz problem olduğu üçün diqqət əksikliyi var. Onun üçün belə kitab aldım. Demək, bu kitab, buna nə deyirsiniz siz? Maqnit də deyil, çırt-çırt deyək də, çırt-çırtlıdır. Yəni çırt-çırtla əşyalar birləşdirirsiniz. Daha doğrusu indi mən bunu açım sizinlə bölüşüm də, yəni görsəl olaraq görün. Açaq, görək necə gəlib, həm də siz də görün. Baxaq necə gəlib. Bu kart şəklindəymiş. Bu xanımlar maraqlıdır. Yəni bunu mən belə görməmişdim. Bu fərqlidir. Necə sizə deyim? Bu sanki puzzle-a bənzəyir. Burada da belə heyvanlar sticker kimidir. Belə. Görürsünüzsə. Mən anlamadım o qədər də bu kitabdan heç bir şey. Başqa cür təsəvvür edirdim. Sadəcə biraz fərqlidir. İndi bu necə bir şeydir? Bunu baxıb anlamağa çalışacağım. Belə xanımlar cürbəcür şəkillərdir. Bir də belə bunun bunun belə çırt-çırtları var. Yapışdırmaq üçün. İndi bunu düzəldib baxacağım tam dəqiq ki, necə olunan bir şeydir. Özüm də anlamadım. Yəni ki, onu belə təsəvvür etmirdim. Bu da yəqin ki, kitaba keçir. Kitabı şey eləmək üçündür, birləşdirmək üçün. Belə. Xanımlar, səbirsizliklə gözlədiyim əsas məhsul budur.
Telefon kabrası. Baxaq. Ay, o çox qəşəngdir. Baxın xanımlar, oğlanlarımın şəkli. Çox qəşəngdir. Möhtəşəmdir xanımlar. Ümumiyyətlə Temunun kabralarını çox tərifləyirdilər. Yəni blogerlərə falan baxırdım. Yəni deyirdilər ki, əsasən kabralar çox qəşəng gəlir Temudan, yəni keyfiyyətli gəlir. Həqiqətən də keyfiyyəti superdir və bu şəklə görə ayrıca bayıldım. Yəni bu fərqləşdirilmiş bir kabradır. İstədiyiniz şəkli vura bilərsiniz. Mən də belə öz oğluşlarımın şəklini vurdum. Çox qəşəngdir. Bunu səbirsizliklə ilə gözləyirdim ki, haçan gələr, taxaram telefona. Daha sonra xanımlar, digər bir məhsulumuz isə budur. Xanımlar, bu tam dəqiq bilmirəm nədir. Yəni ucu yadımdan çıxıb da. Yadımdan çıxıb da deyəndə ki, şar falan çox sifariş vermişəm. Ona görə tam dəqiq bilmirəm ki, hansıdır. Açaq, bunun içindən belə bir şarlar falan çıxır. Belə şarlar çıxır. Və bu yəqin yapışqandır. Hə, xanımlar, bu set şəklində olandır. Böyük dinozavrlar falan. Bu böyük deyəsən dinozavrumuzdur. Ya da bu yox, bu deyəsən rəqəmimizdir. Hə, bu xanımlar, bu rəqəm şarıdır. Sizi uzaqdan göstərə bilmirəm. O qədər çətin sabitləmişəm ki, telefonu. Bu da belə dinozavrlar falan. Yəni belə də şəkilli bir şarlardır. Dekorativ şardır. Bu nədir? Dinozavr şəkilləri. Hələ bax. Hə, mən qəribə gələn odur ki, o qədər məhsulu Temu bu cür balaca bir paketə, nazik bir paketə necə yerləşdirir? Həqiqətən də yəni maraqlıdır mənə. Hə, xanımlar, bu isə şapkadır da, yəni dinozavrlu şapka, ad günü şapkası olmur, uşaqların taxtığı üçbucaq. Bu da o şapkamızdır. Yenə də dinozavrlu, hər şey dinozavrdır. Belə xanımlar, indi bunu qurumaq lazımdır. Yəqin ki, birləşdiririk, belə uşaqlar taxır. Burada da xanımlar ipləri var. Belə ipləri var. İpləri ilə bağlayaq. Daha sonra gəldik əsas məsələyə. Xanımlar, burada mənim oğlumun ad gününə özəl hazırlatdığım köynəkdir. Sadəcə havalar o qədər soyuq keçir ki, mən qısa qol sifariş vermişəm, amma fikirləşirəm ki, keşke uzun qol sifariş verərdim. Çünki havalar həqiqətən soyuq keçir. Yəni bunda uşaq üşüyəcək çox güman ki. Çünki ad günündə axşama doğru keçirdəcək. Ona görə də tərəddüddə qaldım, amma belə göstərim. Bu da bizim köynəyimizdir. Baxın xanımlar, üzərində dinozavr və oğlumun adı yazılır. Resul. Çox qəşəngdir. Material da superdir xanımlar. Düzdür 4-5 yaş sifariş vermişdim. Amma bir balaca elə bir ki tam olacaq da. Mən istəyirdim biraz bol olsun. Deyirəm ki, gərək ki 4-5 yox, 5-6 yaş sifariş verərdim, amma eybi yox. Onsuz da ki bir dəfəlik geyinəcəyi bir şeydir. Sonra da yəni yay geyinər bir-iki dəfə belə. Digər sifarişimiz isə xanımlar bu. Baxaq bu nədir? Hə. Bu səhv eləmirəmsə xanımlar plakat olmalıdır arxaya vurulmaq üçün. Açaq görək. Ah be Temu, mən o qədər gözlətdim ki. Yox xanımlar, bu plakat deyil. Bu masa örtüsüdür. Baxaq bu necə gəlir. Ayda çox gözəldir. Belədir xanımlar. Bu masamızın örtüyüdür. Sadəcə xanımlar qab falan var idi, stakanlı qabı. Onu sifariş edə bilmədim. Onlar qaldı. Onlar içimdə qaldı. Daha sonra baxaq bu nədir? Məhsullar o qədər bir-birinə bənzəyir ki, eyni konseptləri insan qarışdırır ki, hansıdır? Baxaq bu parça material nə olandır? Hə, xanımlar, demək arxa konsept budur. Belə tutum görün. Kötü. Alo, necəsən? Baxın belə, yəni arxaya bunu asacaq. Burada səhvlənməmsə təkcə dinozavr deyil. Səhv göstərmişəm. Belə.
Burada təkcə dinozavr deyil, şir falan da var. İnşallah digər oğlumun, kiçik oğlumun ad günündə də şirli konsept hazırlamaq istəyirəm. Onun üçün də işimə yarayacaq. Sonuncu məhsul bitdi, təəssüf ki. Niyə belə tez bitdi? Sonuncu yox, 2 dənə məhsul qalmış. Bu da ki, xanımlar, dinozavrdır, dinozavr şarı. Dinozavrın özü. Bunu da açaq, görə bu necə gəlib. Amma çox qəşəngdir. İndi inşallah şarlarda bir defektlik falan olmaz, amma çox qəşəngdir. Həqiqətən də möhtəşəm bir məhsullar. Bu arada xanımlar, bundan sonra da yenə sifariş verdim. Yəni Temudan yenə sifarişim olub. Onlar yəqin ki, biraz gec gələcək. Amma onları da sizinlə bölüşəcəm. 8 parça yenə də məhsul sifariş vermişəm. İnşallah onu da sizinlə bölüşəcəm. Ona da video çəkəcəm. Bu da xanımlar, belə bir sizin dinozavrumuz var. Of, tuta bilsəm. Ben bana kız. Bu da belə dinozavrumuzdur. Var. Üzüm görsənməsin deyə o qədər savaşlar verirəm ki, tuta da bilmirəm. Yəni bu da belə. İndi son vəziyyətin, yəni otağı bəzədikdən sonra çəkib yəqin ki, YouTube-da paylaşaram. O zaman yəni şişirdilmiş vəziyyətdə, tam hazır vəziyyətdə görərsiniz inşallah. Xanımlar, sonuncu məhsulumuz da, sonuncu sifarişimiz də budur. Bu da şamdır. Baxaq. Bu necədir? Bunun vəziyyəti necədir? Hə, bu da adi şam deyəndə ki, bunun harasını yandıraraq bilmirəm. Şam deyil hər halda, bu dekor kimidir. Şam olaraq fikirləşib almışdım, amma dekor kimidir. 5 yaş. Adi, yəni cırılan bir materialdır, amma eybi yoxdur, dekor kimi onsuz tortun üzərinə qoyulacaq. Belə xanımlar, ümid edirəm ki, bütün sifarişlərimi bəyəndiniz. Yəni sizin üçün də bir fikir ola bilər. Yəni ad günü konsepti olaraq. Uşağınız dinozavr sevirsə, yəni məhsullar həqiqətən də çox maraqlıdır. Mən çox bəyəndim. İnşallah şarlarda falan bir defektlik çıxmaz. Ad günün sağlığına yola verərik. Bir də ki, xanımlar, bu helium şarları şişirtmək barəsində o qədər, yəni necə sizə deyim, başarısızam ki, yəni tam helium şarı indiyə qədər yaxşı şişirdə bilməmişəm. Ona görə qorxuram, hamısı helium olduğu üçün. İnşallah son vəziyyətlər yaxşı alınar. Sizinlə çəkib paylaşaram. Bu qədər xanımlar. Videomu izlədiyiniz üçün hər birinizə dərin təşəkkür edirəm. Abunə olub videomu bəyənsəniz şad olaram. Mənə dəstək olsanız hər birinizə minnətdar olaram. Sağ olun. Xanımlar, demək bu kitabı düzəltdim. Belə alınır. Baxın, bir ikisini hətta oğlumla yapışdırdıq. Belə, yəni çırt-çırtlıdır. Açımda göstərim. Baxın, belə xanımlar. Çox qəşəng bir şeydir. Bunları henüz eləməmişik. Buranı da eləmişik. Yəni belədir də, maraqlı bir şeydir. Doğrudan da interaktiv və maraqlı bir əyləncəli kitabdır. Təxminin qiyməti 3 manat nə qədər idisə yadımda deyil, amma 3-4 manat arasıydı. Belə səhifələrini də göstərim sizə. Yəni həqiqətən çox maraqlıdır. Yəni hər heyvan var. Bir də xanımlar, bunun peşələrə aid olanları da var idi. Meyvələr də var idi. 1-2 fərqli növü də var idi. Yəni belə deyim. Mən heyvanlı olanı seçdim. Heyvanlar olanı daha doğrusu. Bunu xanımlar oğlum yapışdırıb. Daha qopartmadım. Əyri də olsa yapışdırıb. Qopartmadım. Bu da belə. Bu da belə. Yəni belə. Çox maraqlı. Doğrudan da çox maraqlı kitabdır.